Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Mən Fərid Qafarov. Bu gün sizinlə belə bir maraqlı sualın izahına baxırıq. Sualımız qüvvət şəklinə verilmiş 2 üstü 144 ifadəsinə uyğun ədədin sonuncu rəqəmini deyil bizdə müəyyən edin. Bu tip sualları necə həll edirik? Gəlin ona bir yerdə baxaq. Sizin üçün yazmışam bura 2 üstü ifadələri, yəni bunu imtahanı falan yazmağa ehtiyac yox. Sadəcə başa düşəsiz deyə qeyd etmişəm. Deməli biz əgər baxsaq, verilmiş 4 ifadəyə bunların sonu 2, 4, 8, 6. Növbəti 4 ifadə etsə, yenə bunların son rəqəmləri 2, 4, 8, 6 formasında təkrarlanır. Yenə növbəti 4 ifadəyə baxsaq, yenə bunların sonları 2, 4, 8, 6 formasında təkrarlanmış olur. Deməli, burada bir period yaranır. Hər 2 üst ifadədən sonra bunların son rəqəmləri təkrarlanır. O zaman biz 2 üstü 144-ün üstünü 144-ü bölürük bu təkrarlamanın sayını, yəni 4-ə. 4-ə tam bölündüyü üçün cavabımız olacaq 36. Qalığımız olur 0. Həmin bu 0-a baxırıq biz. Yəni 36 ilə bizim işimiz yoxdur. 0 bildirir ki, 2 üstü 144 ədədinin sonuncu rəqəmi 6 ilə bitir. Əgər qalıq 1 qalsaydı, ifadəmizin birinci ifadəsi nədir? 2 ilə bitəcəkdi. Əgər qalıq 2 qalsaydı, 4 ilə bitmiş olacaqdı. Qalıq 3 qalsaydı 8-dən bitmiş olacaqdı. Eyni ilə bu tip suallarda 3 üst ifadələrdə siz 4-ə bölüb tapa bilərsiniz. Amma bəzi rəqəmlər var ki, məsələn 1, 5 və 6 ədədlərində, rəqəmlərində üstləri müsbət neçə olursa olsun, məsələn 5-in üstü 120. Bunun yenə sonu 5 ilə bitmiş olur. 6-nın üstü məsələn 200. Yenə bunun sonu 6 ilə bitmiş olur. 4 ədədində isə bu təkrarlama 2 ədəddən biri olur. Baxın diqqətlə, məsələn 4 üstü 20 yazıram. Özümdən 4 üstü 1, 4 üstü 2, 4 üstü 3 yəni yazaq. 4 üstü 1 alınır 4, 4 üstü 2 alınır 16, 4 üstü 3 alınır 64, 4 üstü 4 alınır 256. Baxın diqqətlə, hər iki ifadədən sonra bunların sonları yenə də təkrarlanmış oldu. Deməli, 4 istifadələrdə isə bu interval 2 formasına davam edir. Sualımızın izahı bu qədər. Sağ olun, növbəti videolarda görüşənədək.